Dəri xəstəlikləri içərisində kəmərləyici dəmirov dediyimiz xüsusi bir nozologiya vardır. Bildiyimiz su çiçəyi viruslarının törətdiyi bir xəstəlikdir. Su çiçəyi xəstəliyi keçirmiş şəxslər dəri səpkilərindən azad olunsa da su çiçəyi virusları latent formada, yəni gizli formada sinir qanqlionları dediyimiz düyünlərdə toplaşmış olurlar və irəli yaş dönəmində hər hansısa bir səbəbdən orqanizmin immun sisteminin düşdüyü məqamlara bağlı olaraq həmin virusların reaktivasiyası fonunda kəmərləyici dəmirov xəstəliyi yaranmış olur. Kəmərləyici dəmirov bəzən ağrı sindromu ilə səpkilərin başlanmasına qədər bir şikayətlə önə çıxa bilər. Kəmərləyici dəmirov xəstəliyinin zədələdiyi sinir boyunca müəyyən bir batma, yanma kimi hissiyatlar, göynəmə kimi hissiyatlar, bəzən qarışqa gəzintisi kimi ifadə edilən hissiyatlar ortaya çıxa bilir. Artıq bir neçə gündən sonra həmin nahiyədə qızartılı fonda kiçik ölçülü suluqçuqlar, yəni bu suluqçuqlar daha çox həmin qırmızı zəmində, qızartılı zəmində qruplaşmış suluqçuqlar şəklində ortalığa çıxır. İlk etapda bəzən diaqnoz qoymaq çətin də olsa, artıq səpkilər və xüsusi mənzərə formalaşdıqdan sonra təcrübəli dermatoloq tərəfindən çox ciddi problem yaratmır.